Salam, bugünkü izahım ibtidai MİQ Azərbaycan dili hissəsindən olan bir neçə sualları nəzərdən keçirəcəm. Hansı ki, əvvəlki illərdə MİQ, yəni ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən düşmüş bəzi suallar olub və bu sualların bir neçəsinə baxacağıq. Baxaq, deməli, elə əli açıq uşaq söz birləşməsində fonetik təhlillə bağlı neçə fikir düzgündür? Bax, bu sualın izahına. Baxaq, indi əli açıq sözü görək necə tələffüz olunur. Biz bilirik ki, mürəkkəb söz, əgər mürəkkəb sözün ortasında belə deyək, iki sait yanaşı gəlirsə, müxtəlif cinsli sait gəlirsə, onların birinci sözün tərkibindəki sait düşür və uzanmadan, baxın, uzanmadan o söz tələffüz olunur. Və sondakı olan qaydaya nəzər çatdıraq. Yəni, bax, bu birinci dediyim hissə özünü doğrultdu. Baxın, əli açıq artıq orada i düşməlidir. Niyə düşdü? Onun da səbəbini dedim ki, müxtəlif cinsli sait gəlirsə mürəkkəb sözün tərkibində və onun tələffüzündə birinci sait düşür və o birisi də uzanmadan tələffüz olunur. Deməli, burada əli açıq sözü, bəs müəllim, sonda nə baş verir? Qıya. Bunu da baxırıq növbəti, axı birləşmə formasında verib. Növbəti ondan gələn sonra deməli, hərfə baxırıq. Saitlə gəlib. Biz q samitini keçəndə nə demişdik? Əgər qdan sonra saitlə gələn söz və şəkilçə gəldikdə q ğıya çevrilir. Baxın, q ğıya çevrildi, xıya çevrilmədi. Deməli, bu əl açıq sözünün tələffüzü əl açıq. Uşaq sözü isə alınma söz olmağına baxmayaraq, bu Azərbaycan milli mənşəli sözlərdə hansı qayda gözlənilir? Bu söz istisna olaraq da həmin qaydaya tabedir. Yəni, uşaq kimi tələffüz olunacaq. İndi baxırıq bunun doğru cavablarının sayına. Birincidə deyir ki, iki fonetik dəyişiklik var. Baxaq, iki fonetik dəyişiklik varmı? Deməli, birincidə i düşdü, əl açıq sözündə. İkincidə deməli, q ğıya çevrildi. Daha sonra uşaq sözündə də q xıya çevrildi. Deməli, iki fonetik dəyişiklik yox, üç fonetik dəyişiklik var. Ona görə bir doğru deyil. İkinciyə baxırıq. Cingiltili samitin kar samitlə keçdiyi bir məqam var. Cingiltili samitin kar samitə keçdiyi bir məqam var. Bu doğrudur. Hansı ki, baxın, cingiltili samit uşaq sözündə cingiltili idi, q samiti xıya çevrildi. Yəni, kar samitə keçdi. Deməli, ikinci şərt doğrudur. Aha, ikinci şərt doğrudur. Üçüncü baxırıq, həm kəmiyyət, həm də keyfiyyət fərqi var. Bu da doğrudur. Həm kəmiyyət, həm də keyfiyyət fərqi var. Bəli, çünki ümumilikdə, bütövlükdə birləşməni soruşduğuna görə, yəni bu əl açıq sözündə özünü doğruldur. Yəni, kəmiyyət fərqi odur ki, sayında fərq var. Bəli, i düşdü. Deməli, neçə səs oldu? 7 sərf oldu, 6 səs oldu. Ona görə kəmiyyət fərqi özünü doğrultdu. Keyfiyyət fərqi də q-nın ğıya çevrilməsi, bu deməli, keyfiyyət fərqi, q-nın xıya çevrilməsi keyfiyyət fərqinin yaranması oldu. Bəli, bu da doğru olmuş oldu. Aha, sonra deyir ki, sözün sonundakı eyni səslər eyni hərflə ifadə olunub. Eyni səs yoxdur burada. Birində xıdır, birində xıdır. Birində xıdır, birində xıdır. Bu, yəni, özünü doğrultmur. Bunu səhv kimi götürürük. Daha sonra aslı tərəf, yəni aslı tərəf hansıdır? Birinci tərəf, əsas tərəf ikinci, aslı tərəf birinci tərəfdir. Aslı tərəf əsas tərəfə nəzərən daha çox dəyişikliyə uğrayıb. Bəli, doğrudur. İ'nin düşməsi bir dəyişiklik, q-nın ğıya çevrilməsi iki dəyişiklik. Amma uşaq sözündə bir dənə q-nın x çevrilməsi var. Deməli, bu şərt də doğrudur. Neçə düzgün oldu düz cavablarımızın sayı? 3 oldu. 2, 3 və 5-ci şərtlər özünü doğrultmuş oldu. Keçdik növbəti suala. Kökü feil, başlanğıc forması isim olan sözləri seçin. Baxaq görək, köklə başlanğıc formanı əsasən qarışdırırlar, amma biz bilirik ki, başlanğıc forma qrammatik, yəni sözün qrammatik şəkilçiyə qədərki olan hissədir və kök isə əlbəttə ki,
sözün əsas məzmunu, leksik mənası olan hissəsidir. Baxırıq birinci sözə uçqundakılar. Yəni burada sözün başlanğıc forması uçqundakıdır. Başlanğıc forması deyir isim olsun. Bu isə uçqundakı sifətdir. Deməli, bir heç bizə lazım deyil. 2-yə baxırıq. Dinləyicilərdəki. Baxın, əgər burada lər şəkilçisi də var, ondan sonra dakı, dəki şəkilçisi də var ki, bu da leksik şəkilçidir. Biz indi axı dedik, sözün başlanğıc forması onun qrammatik şəkilçiyə qədərki olan hissəsidir. Yəni, mübahisəli olan hissə bura qədərdir. Müəllim, biz bunu dinləyici sözünə qədərmi götürəcəyik, yoxsa bütövlükdə götürəcəyik? Mən bunu belə deyək də, belə izah eləyə bilərəm ki, əgər sonda gələn leksik şəkilçisi də, deməli, bu da onun içərisində daxildir, başlanğıc forma. Niyə? Çünki bizə hər hansı bir şəkilçilərin içərisində, məsələn, elə dakı-dəki şəkilçisi var ki, bu şəkilçi bu qaydaya tabi olmur da. Yəni, özündən əvvəl qrammatik şəkilçi də gələ bilər. Məsələn, deyə bilərəm, evimizdəki. Ev sözün kökü imiz mənsubiyyətdir. Dakı-dəki isə leksik şəkilçidir. Baxın, yəni, dakı-dəki şəkilçinin belə xüsusiyyəti var ki, özündən əvvəl də qrammatik şəkilçinin gəlməyi normaldır. Və başlanğıc formaya dinləyicilərdəki sözü elə bütövlükdə götürüldü və dinləyicilərdəki sözü də isim yox, sifətdir. Bu da şərtimizi ödəmədi. Daha sonra keçirik üçüncü sözümüzə. Üçüncü sözümüzdə düşüncələrdir. Deməli, sonuncu qrammatik şəkilçiyə qədərki olan başlanğıc formanı qeyd edirik və xatırladım ki, bu başlanğıc formanı sondan yarım düzbucaqlı formasında işarə ilə göstəririk əlbəttə ki. Düşüncə əlbəttə isimdir. Sözün kökünü heç vaxt düş götürə bilmərik. Düşdən düşüncə yaranmır. Düşündür sözün kökü və nə et, düşün feilindən başlanğıc formasındakı qrammatik şəkilçiyə qədər olan forması, hissəsi düşüncə sözdür. Bəli, bax, 3 doğru olmuş oldu. 4-cü suala baxırıq böyüklüyündə. Böyüklüyündə sözünün qrammatik şəkilçiyə qədərki olan böyüklükdür. Buradakı, deməli, ki, sondakı ki, y-ya çevrilib, ona görə ki, özündən sonra sait gəlib, yəni o böyüklük sözüdür kök olaraq. Ündə artıq, deməli, hal və mənsubiyyə şəkilçisidir və böyüklükdür sözün başlanğıc forması. Böyüklük nə? Böyüklük isimdir. Bəs müəllim, bunun kökü nədir? Sözün kökü yuxarı hissədən əlbəttə göstərilir. Bu da ki, böyüdür. Böyü feilindən böyük sifəti yaranıb, böyüklük ismi yaranmışdır bütövlükdə. Böyüklüyün də hissəsinə ayrılmışdır. Deməli, sözümüzün başlanğıc forması böyüklükdür. Kökü isə böyümək feilidir. Bu da şərtimizi ödəmiş oldum. Sonra dağıntılar sözünə baxırıq. 5-ci sözdə dağıntılar sözünün kökü və başlanğıc forması dağıntıdır. Qrammatik şəkilçi bir dənə ları şəkilçisidir. Bunu çıxdaq, yerdə qalır dağıntı. Dağıntı sözü isimdir. Yəni kökü də isimdir, başlanğıc forması da isimdir. Bunda isə bunu götürə bilmərik. Şərtimizi doğrultmadı. 6-cı sözü baxırıq baxışlarındakı. Baxışlarındakı sözü də ikinci sözlə uyğunlaşır. Hansı ki elə başlanğıc forması baxışlarındakıdır. Müəllim, bunun kökü nədir? Yəni, bu sifət də olsa heç bizə lazım deyil. Sadəcə hər ehtimala deyirəm ki, sözün kökü baxmaq feilidir. Düzdür, kökü ödədik, amma baxışlarındakı sifət olduğuna görə bu şərtimizi ödəmədi. Doğru variantımız Y variantı 3 və 4 olmuş oldu. Baxırıq növbəti suala. Amonim sözləri seçindir. Baxaq, burun, sağ, göz A variantında. Burun amonimdir, sağ amonimdir, amma göz amonim deyil. Şərtimizi ödəmir. B variantında dil, tala, qəm, tala deməli amonimdir. Dil amonimdir, qəm amonim deyil, bunu çıxırıq. C variantına diş, din, dinc, bədən üzvləri çox hissəsi əsasən amonim olmur, çox mənalı olur. Bunu da çıxmış oluruq. D variantında bit,
al və boya sözləridir. Bəli, bunlar üçü də amonimdir. Müəllim, bəs izahları nədir? Bit hər hansı bir məsələmi, hər hansı bir işmi bitirmək mənasında. Bitirdim, mən hər hansı bir kitabı oxudum, bitirdim o mənada. Bir də deməli bitmək, cücərmək, deməli oyanış yaratmaq mənasında bitmək feili var və bu amonim sayılır. Al isə al qırmızı deməkdir. Məsələn, bayrağımız al rəngə bürünmüşdür. Rəng mənasında, bir də deməli almaq mənasında. Bunlar hər iki məna, həqiqi məna olduğuna görə amonim olur. Boya sözü də amonimdir. Məsələn, hər hansı bir rəng, boya mənası, bir də ki, boyamaq, hərəkət bildirən feil olaraq da bu amonim sayılmış olur. Y variantında əsər, qum, saf. Əsər amonimdir. Qum, saf isə şərtimizi ödəmədiyinə görə amonim sayılmır. Doğru variant D variantı. Növbəti sualımıza baxırıq. Sadə sözlərdən birinin tələffüz forması düzgün deyil. Baxın, sadə sözlər deyir və birinin tələffüzü norması düzgün deyil. Sənətkar sözü səhvdə olsa, doğru da olsa düzəltmədir. Biz heç buna baxmırıq. Bəstəkar sözü də eyni. Bəstə və bəstəkar bir cür yazılan leksik şəkilçidir və düzəltmə söz yaradım. Ona görə də D-ni də çıxmış oluruq. Tərbiyə sözü sadə sözdür və doğru da yazılıb, bir yığınla yazılıb, bu da doğrudur. Tövsiyə sözü də bir yığınla yazılıb, bir yığınla tələffüz olunur və bunun da tələffüz forması doğrudur. Ehtiyat sözü sadə sözdür, amma tələffüzündə fərq, deməli, tələffüz forması düzgün deyil. Niyə? Çünki ehtiyat olmalıdır. Xatırladım ki, ehti sözü ilə başlayan bütün sözlər elə ehti olaraq da tələffüz olunacaq. Bu, t, d-ya çevrilməsi baş verməyəcək. Yəni, t-dı olmayacaq bu hissədə. Bunu belə edirəm ki, sizin göz yaddaşınızdan da yadınızda qalmış olsun. Növbəti suala baxırıq, hansı ki, sintaksis təhlildən verilib. Vətən torpağını görmək onun ən böyük arzusu idi. Baxın, idi, imiş, isə olan hissəciklər sözün əvvəlki hissəsi ilə birlikdə təhlil olunur və biz arzusu idi götürə bilərik, amma baxırıq ki, arzusu sözü orada mənsubiyyətdir. Deməli, biz özündən əvvəl gələn sözün yiyəlik hal və üçüncü növ təyin söz birləşməsi olaraq bir cümlə üzvü götürüləcəyinə əmin oluruq. Ona görə də onun ən böyük arzusu idi. Nə idi? Onun ən böyük arzusu bütövlükdə xəbər olur. Xəbər kimi çıxış etmiş olur. Sonra deyirəm, nə onun ən böyük arzusu idi? Vətən torpağını görmək. Baxın, bir uzlaşma bütövlükdə tərkib əmələ gətirdi. Vətən torpağını görmək də məstər tərkibi əmələ gətirərək mübtəda funksiyasını yerinə yetirmiş oldum. Və başqa bir çıxış yolu da deyə bilərəm ki, hansı ki, baxın, uzlaşma olmur. Ona görə biz vətən torpağını parçalamırıq. Məsələn, deyə bilərəm, vətən arzusu idi. Doğru olmaz. Torpağını arzusu idi deyə bilmirəm, amma bütövlükdə vətən torpağını görmək nə arzusu idi? Bütövlükdə vətən torpağını görmək məstərlə ifadə olunmuş mübtəda görmüş oluruq. Və bu, deməli, variantımızda isə C variantına uyğun gəlir mübtəda xəbər. Bura qədər inşallah ki, izahım aydın oldu. Çox sağ olun, minnətdarım.